Hər vaxtınız xeyirli olsun. Renat bizə Şəkidən gəlib, eləmi? Bəli, bəli, Şəkidən gəlib. Üzr istəmişsin, adınız nə idi? Mən Yusibov Xalid, Şəki rayonundan gəlmişəm. Aha. Bax, sizin uşağınızda əvvəl nə problem? Deyirlər, sınıq olub bu sümüyünün yuxarı hissəsində. Bəli, ona evdə sümük olub, qırıq olub sümüyündə. 3 ay bundan əvvəl apardım xəstəxanaya, ayağı ilə bağlı çipsə saldılar. Çipsə salandan sonra apardıq, sinimka çıxartdırdıq, gördük ki, yəni orada düzgün nəticə göstərmir. 4 dəfə sinimkaya saldım ki, doktor da, yəni həkim, bu nəsə xoşuma gəlmir də, bunu yəni mən tibb sahəsində savadım olmasa da, yəni onu qıraqdan baxan hər bir insan bilər ki, yəni bu düzgün bitişməyib. Yəni həkim də dedi ki, narahat olma, hər şey yaxşı olasıdır. 1 ay gözlədik, nəticə düzgün yəni göstərmədi. 2 ay, 3 ay. Axırda mən bir verilişlərin birində Vüqar müəllimi gördüm. Sakataliyaya gəlmişdi. Getdik, yanına girdik, qəbuluna. Baxdı, dedi, hökmən bu operasiya ilə olmalıdır. Sizə deyilmişdi ki, cips qoyacağıq və hər şey də yaxşı olacaq. Onu demişlər. Sonrakı ağırlaşmalar nə oldu uşaqda? Gəzə bilmədi, vahşi gəzə bilmədi 3 ay içində. Yəni bu körpə uşaq əslində tez gezməli idi, yəni gəzə bilmədi. Dedilər, ayaqda qısalıq da var hətta hal-hazırda. Qısalıq da, yəni baxdı, həkim dedi, qısalıq yoxdur, amma Vüqar müəllim baxdı, dedi, özünüzdə nasıl istəyirsiniz, bunu operasiya ilə istəyirsiniz, yəni mən də işimi məcbur eləmirəm, yəni həkim çox sağ olsun. Gəldik qəbuluna, yəni burada uçenet, minəsə elə şeylər də çox nəzərə alırlar, qıraqdan gələn insana, yəni uzaqdan rayondan gələnlər də tez nəzərə alırlar, burada çox yüksək səviyyədə. İnşallah Allahın iznilə yaxşı olar əməliyyatda. Yəni əsas o da gecikdirmə olmaz, çünki belə uşaqlar elətdirməyəndə artıq sonrakı fəsadları daha ağırlaşmış bir formatda olur. Renat, necəsən? Heç nə, yaxşısan? Neçə vaxtdır bax səndə bu şikayət var, ağrım var. 2 ay var, hə, düzdür? Ha. Ay Renat, gör nə deyirəm. Bax sənə ağrı falan verirdi mi? Ağrı verirdi mi sən ayağında? Yəni gəzə bilmirdin, ha? Gəzməyində sənə problem yaradırdı. Yəni rahat gəzə bilmirdin. Və sənin sabahları əməliyyatında, eləmi? Hər şey də yaxşı olacaq. Sən hardan gəlmişdin bizə? Şəki. Şəki. Şəkinin ən məşhur nə yeməkləri var, ay Renat? Nə yeməkləri var ki, Şəkidə həqiqətən o yemək çox məşhurdur. Dönər, kebab, piti. Dönər, kebab, piti. Şəkidə bunlar məşhurdur. Və sən nə xoşlayırsan? Dönər. Dönər. Hər şey yaxşı olacaq, Renat, eləmi? İnanırsan buna? Krasavçı. Sağ ol.